Bakıda uşaqlar üçün pulsuz şou proqram verilən yer olduğunu bilirdiniz? Açığı mən də bilmirdim. Keçən həftə sonu Aygün Mola getmişdik. Deməli, həftə sonları buranın restoran və uşaq əyləncə zonasını birləşdirən ən yuxarı mərtəbəsində uşaqlar üçün şou proqramlar təşkil olunur. Canlı musiqilər səsləndirilir, köpüklə, alovla, şarla müxtəlif şoular uşaqları o ki var əyləndirir. Qəşəng şəkillər çəkdirmək üçün əla fürsətdir. Həmçinin Panda və Klounun iştirakı da şou proqramın bir hissəsidir. Bizim uşaqlar Leyla ilə Mələk də bir xeyli əyləndilər. Hələ fürsətdən istifadə eləyib face artla üzlərini də bəzədilər. Bir daha qeyd edeyim ki, şou proqrama aid olan hər şey pulsuzdur. Amma həftə ortası da burada maraqlı sərfəli kampaniyalar varmış. Məsələn, həftə içi 5 gün 10 manatlıq kart alıb buradakı bütün atraksiyonlardan limitsiz istifadə etmək mümkündür. Uşaqlar üçün əsl oyun cənnəti yaradıblar. Bundan başqa bir pizza alana həmin qiymətə ikincisi hədiyyə verilir. Yaxşı aksiyadır. Həmçinin çay və künəfə burada 3 manat 50 qəpiyə başa gəlir. Biz burada 2 pizza götürdük. Biri toyuqlu, digəri dönər pizza idi. Açığı ilk dəfədir dönər pizza görürdüm və sizə deyim ki, çox da xoşuma gəldi. Pizza formasında dönər yeyirsənmiş kimi bir təəssüratı var. Yaxşı düşünüblər. Bundan əlavə pide, sendviç filan da götürmüşdük. Ümumiyyətlə fast foodları normaldır. Gərək düzünü deyim. Mən buradan belə performans gözləmirdim. Məkanda bowling və bilyard kimi əyləncə növləri də var. Çoxdandır bilyard oynamırdım. Bilyardda rəqib tanımayan Ceyhunla biraz oynayıb gözümüzün qurdunu öldürdük. Belə, buranı həftə içi sərfəli kampaniyalarına, həftə sonu da pulsuz şou proqramına görə yadda saxlamağa dəyər. İzlədiyinizə görə təşəkkürlər. Videonu bəyənməyi unutmayın.